Köhnələr. Bakıda yağış yağır, əməlli başlı xaosdur. Mən indi Mətbuat prospekti ilə irəliləyirəm. Elə bil ki, gəlirəm, o arxada olan böyük bir dairə var, bildiniz də hansı dairə? Musa Bəyov dairəsi. Oradan bura. Ora əməlli başlı xaosdur. Yəni maşınla kim hardan soxur, onu bir Allah bilir də. Yəni soxa-soxdur. Nə polis var, nə bir şey, heç nə yoxdur. Gəldim, çıxdım Fövqəladə Hallar tərəfə olan dairəyə. Və indi bura baxın. Sözsüz ki, burada polis var və dairəyə nəzarət edir. Görürsünüz də? Yəni polis var, özdə bir, iki polisdir burada, dairəyə nəzarət edirlər. İndi bunun səbəbini xahiş edirəm, siz yazın. Yazın orada, kommentari bölməsində. Nə üçün həmişə Fövqəladə Halların dairəsində belə bir hallarda həmişə yola ciddi nəzarət var. Qəlbdən qəlbə bu qədər.